Bir neçə gün öncə Bakının Binəqədi rayonu ərazisində Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüdlü kanalizasiyaya düşərək həyatını itirdi. Hadisənin səbəbi kimi yol infrastrukturundakı ciddi problemlər göstərilir. İddialara görə bu faciəyə yol altındakı kanalizasiya şəbəkəsinin düzgün quraşdırılmaması səbəb olub. Məsuliyyət dairəsində isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan qurumların fəaliyyəti göstərilir. Bənzər vəziyyətin Şirvan şəhərində də müşahidə olunması ciddi narahatlıq doğurur. Belə ki, illər öncə həmin agentliyin sifarişi ilə Şirvanda həyata keçirilən su və kanalizasiya işləri nəticəsində şəhərin müxtəlif küçələrində torpaq qatının oturuşmaması səbəbindən asfalt örtüyündə dəfələrlə çökmələr yaranıb. Təmir işləri aparılsa da problem mütəmadi şəkildə təkrarlanır. Şəhər sakinlərinin sözlərinə görə kanalizasiya xəttlərinin çəkilməsindən sonra yolların keyfiyyətsiz şəkildə bərpa edilməsi avtomobillərə ciddi ziyan vurur və bu da gündəlik həyatlarına birbaşa təsir edir. Sakinlər sual edirlər, görülən işlərə nəzarət varmı? Əgər varsa, niyə bu mənzərə davamlı olaraq baş verir? Vətəndaş cəmiyyəti təmsilçiləri və yerli sakinlər məsul qurumların işlərini icrasına daha ciddi yanaşmağı və görülən işlərə peşəkar nəzarət mexanizmi tətbiq etməyə çağırır. Çünki infrastrukturun bu şəkildə təkrar çökməsi həm dövlət vəsaitinin səmərəsiz istifadəsinə, həm də vətəndaşların təhlükəsizliyinə birbaşa təhdiddir. Ümid edirik ki, bu kimi hallarla bağlı məsuliyyət daşıyan tərəflər vaxtında tədbir görəcək və oxşar hadisənin təkrarlanmamasının qarşısını almaq üçün lazımi addımlar atacaqlar. Məsələ ilə bağlı bütün maraqlı tərəflərində mövqeyini işıqlandırmağa hazırıq. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan. Vətəndaş özü yolu doldurur. Baxın, görürsünüz. Özü yolu doldurur. Yolda olan çuxuru aradan qaldırmaq üçün. Baxın, belə bir addım atır.